اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم ارزقني فيه طاعة الخاشعين، واشرح فيه صدري بإنابة المخبتين، بأمانك يا أمان الخائفين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، وصلى الله على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين المعصومين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Salam değerli mümin bacı kardeşlerim. Allah Teala tuttuğunuz oruçları, ibadetleri Allah dereceyi kabule getirsin. Mübarek Ramazan ayının 15. gününün duası ve onun muhtasar şerhi. Allahümme erzugni fihi ta'atel haşi'in, veşrah fihi sadri bi inabetil muhbitin, bi emanike ya emanel haifin. Ey Allah, bugünkü gündə mənə sənə həqiqi ibadət edənlərin qəlbində Allah xofu, Allah məhəbbəti olanların ibadətini, yəni xaşi', o kəslər ki, onlar xuşu ilə ibadət edirlər, onların ibadətini mənə ruzi ver, mənə nəsib etkinəm. Əziz möminlər, neçə cürə ibadət var? Bir dəfə ibadət bu cürdür ki, bir qul, bir bəndə öz ağasına, öz mövlasına ibadət eləyir dili ilə. Dildə deyir ki, məsələn, mənim Allahım, mənim Rəbbim, mənim sahibim, mən sənin bəndənəm, mən sənə ibadət edirəm. Dildə zikr eləyir, namaz qılır, Quran oxuyur, Allahın adını dilə gətirib vəsf eləyir, zikirlər edir. Bir dəfə də var, bəndə öz mövlasına, öz ağasına, öz Rəbbinə, yəni ibadət eləyir, nəinki təkcə dildə, bəlkə əvvəlcə qəlbdə, sonra dillə. Həm qəlb, həm dil. Yəni dildən qabaq qəlbi işə salır, qəlbində öz Rəbbinə kiçiklik eləyir, ona bəndəçilik eləyir, onu zikr edir, onu xatırlayır və onun xofu, onun məhəbbəti onun qəlbində yer eləyibdir. Bəli, o qəlb məşğul olar Allahın zikri ilə, Allahı xatırlamaqla, Allah xofu, Allah məhəbbəti ki, o qəlbə düşərsə, xuşunun ilk mərhələsi bundan ibarətdir. Bəli, xuşu huvə fi'lun min əf'alil qəlb. Xuşuya bu cürə tərif veriblər ki, bir işdir, ürəklə bağlı olan bir işdir, ürəyə aid olan bir işdir. Xuzu, yəni əməllər, cəvarih, əllər, baş, əl, ayaq, yəni ki, Allahın itaətində. Xuşu isə qəlb, daxilən insan Allaha bağlı olar, Allah xofu olar, Allah məhəbbəti olar, Allaha kiçiklik eləyər, bəndəçilik eləyər. Allah xofu, Allah qorxusu olar ona. Belə ki, Allah təbarək və təala Qur'an-ı Kərimdə məhz xaşi, yəni xuşu sahiblərin, xuşu ilə ibadət edən möminləri Allah tərif edərək həqiqətdə onların nicat tapanlar kimi Allah Teala bildiribdir. Qəd əfləhəl müminun, Müminun surasında oxuyuruq, möminlər nicat tapdı, qurtuldular. Nicat tapanlar möminlərdir. Hansı möminlərdir? Əllezine hum fi salatihim xaşi'un. O möminlər ki, namazlarında xuşu ilə namaz qılarlar, xaşi edirlər. Yəni Allah Teala Qur'an-ı Kərimdə buyurur: "İnnema yaxşallaha min ibadihil ulema." Bəndələr içərisində Allahdan alimlər qorxarlar. O alimlər ki, bəli, onların qəlbində Allah xofu var. İnnəmə yaxşallah, bəlkə Allaha mərifət yetiriblər. Qiyamət gününə dərin mərifət yetiriblər. Elm sahibidirlər. Ki Allah xofu onlarda yüksəkdir ki, Allah Teala buyurur ki, onlardır Allahdan həqiqətdə qorxanlar.
ilk diləyimiz, istəyimiz Allahdan budur ki, ey mənim Rəbbim, Pərverdigara, ey mənim Allahım, mənə bugünkü gündə xaşilərin ibadətini mənə nəsib elə, mənə ruzu ver. Xaşi dedi ki, təkcə bədən zahiri əzaları yox, bəlkə qəlbi ilə, ürəyi ilə sənə bağlı olub. İlahi xof, ilahi məhəbbət onların içində, onların qəlbində sənə ibadət edən həqiqi bəndələr, həqiqi ibadət edənlər, Allah onların ibadətini bizlərə nəsib elə. Bir gün Əmirul Müminin Həzrəti Əli əleyhissalatu vəssalam gördü ki, bir kişi namaz qılır. Mümindir, namaz qılandır. Namaz qılır, lakin namazda öz barmaqlarını oynadır, baxır, saqqalı ilə tez-tez oynayır, əlin aparır, saqqalı ilə oynayır. Əli əleyhissalatu vəssalam bunu görəcək, buyurdu. Ləv xəşəə qəlbuhu ləxəşəət cəvarihuhu. Əgər onun qəlbində qorxu olsaydı, ürəyi qorxsaydı, Allah xofu olsaydı, onun bədən əzaları da qorxardı. Qəlbdə qorxu olsaydı, əli də qorxardı, əl gedib daha saqqalla oynamazdı. Ki, xaşi odur ki, onun bütün bədən əzaları onun qəlbinə tabidirlər. Bəli, insan ibadətində, namazında nə gözəl olar ki, bu ki, müstəhəbbat var imamlardan, Allahın salamı olsun onlara, məsum imamlarımızdan, Əhl-i Beyt əleyhissalamdan ki, nəql olunub, məsələn, namaz qılarkən müstəhəbdir ki, əlləri budların üzərinə qoymaq və qiyam halında həmd-i surə oxuyarkən, qiraət oxuyarkən müstəhəbdir səcdə yerinə baxmaq, yəni möhrə baxmaq. Müstəhəbdir rükuda ayaqların arasına baxmaq, təşəhhüd salam deyəndə insanın öz ətəyinə baxmaq, səcdədə əlləri necə qoymaq müstəhəbdir, rükuda nəcür, yəni kişilərə dair müstəhəb hökmlər var, xanımlara dair namazda müstəhəb hökmlər var. Nə gözəl olar ki, insan bu cürə gözəl şəkildə bu müstəhəbbatı yerinə yetirərək, qəlblə düşünərək ibadətin yerinə yetirsin. Eləcə də oruc. O əməllər ki, xələl gətirə bilər, o əməllər ki, oruç tutmağın savabını aradan aparar, bəyənilməyən işlərdə onları tərk eləsin, məkruhatı tərk eləsin. Öz orucuna dəyər versin, qiymət versin. Ki, Allah mənə bugünkü gündə xuşu ilə ibadət eləyən, həqiqi ibadət eləyənlərin itaətini mənə nəsib etkinə. Allah Teala Qur'an-ı Kərimdə buyurur, vaylun lil musallin, vay olsun o namaz qılanların halına. Hələ namaz qılmayanlar qalsın bir kənara. Qur'an ayəsində namaz qılanlar təhdid olunur. Hansı namaz qılanlar? Əllezine hum fi salatihim sahun. O kəslər ki, namazlarında sahun bu mənada ki, namazlarında səhlənkardırlar. Nəinki səhv edənlər. Namazlarına səhlənkar yaraşarlar. Namaz qılarkən səhlənkarcasına namaz qılarlar. Xuzu-xuşuya diqqət eləməzlər. Namazı əhəmiyyətsiz bir, ikinci dərəcəli, üçüncü dərəcəli bir iş kimi baxarlar. Allah buyur ki, vay olsun onların halına. Ləv ənzəlnə hazəl Qur'an ələ cəbəlin və rəəytəhu xaşiən mütəsəddiən min xəşətillah. Peyğəmbər, əgər biz bu Qur'anı biz dağlara nazil etsəydik, ki, Allah Teala bizim üçün Qur'anı göndəribdir, Peyğəmbər əleyhissalam. Bizim üçün gəlibdir Allah Teala, amma buyur ki, əgər biz onu dağlara nazil etsəydik, görərdin ki, o dağlar o xəşiyə, Allah qorxusundan ki, paramparça olub, didilib, dağılıbdır. Allah xofundan. Lərəəytəhu xaşiən, dağları xaşi görərdin. Hədis-i şərifdə oxuyuruq. Ləv təqəbbələllahu minəl-əbd əmələn vahid. Allah bizə xalisanə ibadət etməyi Allah nəsib eləsin. Ki, necə ki, bugünkü günün duasında xaşilərin ibadətin, itaətin istədik. Hədisdə var ki, əgər Allah Teala bəndədən bir dənə əməlin qəbul etsə, bir əməlin, məsələn, bir namazın Allah əgər qəbul etsə, əmələn vahidən, məsələn, 2 rəkət namazı yalnız qəbul etsə, heç zaman Allah o bəndəyə əzab verməz və onu behişdə daxil edər. Bəli, qiyamət günü bütün gözlər ağlayar. Elə bir qorxulu gün qiyamət günü. Kullu aynin yevmel qiyamə bakiyə. Qiyamət günü bütün gözlər ağlayacaqdır. 3 gözdən başqa.
Üç nəfərdən başqa. Hədislərdə var ki, o gözlər ki, səhərə qədər Quran oxuyublar, elm oxuyublar, kitab oxuyublar, xalqın xidmətində olmaq üçün elm oxuyublar, elmə xidmət ediblər o insanlar ki, oyaq qalıb. İkinci, o gözlər ki, Ali Muhammedin müsibətinə ağlayıblar. Üçüncü, o gözlər ki, Eynun bəkət min xəşyətillah, Allah xofundan ağlayan gözlər. Xaşiyələr ki var, Allah xofundan ağlayan gözlər ki var, dünyada ağlayıblar, ilahi məhəbbət, ilahi xof onları riqqətə gətirib, onların qəlbi ki, onlar ağlayıblar. Hədis-i şərifdə var ki, qiyamət günü o gözləri Allah ağlatmaz. Onlar sevinç içində, onlar ağlamazlar. İkinci diləyimiz bundan ibarət. وَشْرَحْ فِيهِ سَدْرِ بِإِنَابَةِ الْمُخْبِتِينَ. Sənə yaxşı bəndəçilik edən, həqiqi tövbəkarların tövbəsi ilə mənim qəlbimi aşkinan. Mənim qəlbimi aşkinan. Qəlbin açılması. Quran-ı Kərimdə oxuyuruq. Həzrəti Musa Peyğəmbər əla nəbiyyinə və alihi və aleyhissalam. Bu dua ilahi peyğəmbərlərə, mürsəl peyğəmbərlərə, ulul əzm peyğəmbərlərə aid olan bir duadır ki, belə ki, Həzrəti Musa əleyhissalam Rabbi şrəhli sədri və yəssirli əmri, Allah mənim köksümü, mənim qəlbimi aşkınan, mənim işlərimi asan edə. Bəs biz də bugünkü gündə, mübarək Ramazan ayının 15-ci günündə dua edirik ki, istəyimiz budur ki, Allah həqiqi tövbəkarların, yaxşı möminlərin tövbəsi ilə bizim qəlbimizi aşkınan. Bəzi insanlar var, onların qəlbi genişdir, onların qəlbi dar, düşüncələri dar. Günah səbəbinə, inatkarlıq səbəbinə, yerli yersiz təəssübkeşlik səbəbinə onların qəlbləri çox dar olubdur. Allah Teala Quran-ı Kərimdə o dar düşüncə, dar qəlb sahiblərini Ləhum qulubun la yefqəhunə biha və ləhum azanun la yesməunə biha. İndi o ayə ki, ulaikə kəl-ən'am bəlhum əzəl. Onlar dörd ayaqlı kimidirlər, bəlkə ondan da bətər. Allaha pənah aparır. Allah mənim qəlbimi aşkınan, Allah bizim qəlbimizi genişləndir, aşkınan. Belə ki, Peyğəmbər əleyhissalama məxsus olan suralardan biri Ələm nəşrəh ləkə sədrək. Peyğəmbər, biz sənin köksünü, sənin qəlbini açmadım. Ya Rasulallah, Əyyun şərəhus sədr, insanın köksü, qəlbi açılarmı, şərh olarmı ki, biz sənin qəlbini açdıq Peyğəmbər. Allah buyurur. Və yaxud ki, bayaqki ayə ki, Həzrəti Musa əleyhissalam ki, Rəbbi şrəhli sədri ayə, qəlbimi açınan. Bu qəlbin açılması necə, köksün açılması necə? Qəlb də açılarmı, sinə də açılarmı? Həzrət buyurdu ki, bəli. Soruşdular, həlli zalikə əlamətun, bunun bir nişanəsi, əlaməti var. Hardan bilmək olar ki, necə bilək ki, filankəsin qəlbi açılıbdır, bizim qəlbimiz genişlənibdir, açılıbdır. Bunun bir əlaməti Həzrət buyurdu ki, Ət-təcafi ən daril qurur vəl-inabətü ilə daril xulur. Budur ki, məğrurluq evi olan bu dünyadan çəkilər bir insanın qəlbi, bu dünyadan soyuyubdur. Bu dünyaya bağlılığı yoxdur, rabitəsi yoxdur. Dünya onu təəccübləndirə bilmir. Müvəqqəti dayanacaq bir yerdir. Vacibi işlərimiz var, ilahi əmrlər var, onu görməliyik. Dünyaya bağlılığı yox və əbədiyyət evinə bağlılığı var. Düşüncəsi, amalı, məqsədi həmişəlik olacaq əbədiyyət evinə bağlıdır. Və ölüm üçün də hazırlıq, tədarük görür bir şəxs. Bəl-i'dad lil-mavt. Qablə nuzulul-mavt. Ölüm gəlməmişdən qabaq ölüm üçün tədarük görür. Hazırlıq görür ahirətin üçün. Bir şəxs belə olarsa onun qəlbi açılıbdır. Qəlbi açılan, köksü açılan bəndə bu bəndədir. Bəli, Allah mənə muxbitlərin, yəni yaxşı bəndələrin, həqiqi tövbəkarların tövbəsini mənə nəsib elə. Muxbit kimlərdir? Və bəşşiril muxbitin əlləzinə izə zukirəllah vəcilət qulubuhum. Allah Qur'an-ı Kərimdə o muxbitlər,
o yaxşı bəndələr, o həqiqi tövbəkarlara müjdə verginən. Onlar ki, Allahın adı onların yanında çəkiləndə onların qəlbi qorxar. Və onlar hər bir hadisəyə, onların başına gələcək, onlara yetişəcək hər bir hadisəyə səbr edərlər və namaz qılarlar və onlara verdiyimizdən, ruzilərdən nəfəqə verərlər. Bu ayədə Allah Teala muxbitləri tanıtdırıbdır bizə əlamətləri ilə, 4 əlamətlə. O 4 əlamətin ikisi ürəyə, qəlbə bağlı olan, qəlblə əlaqədar olan əlamətdir. İkisi isə zahiri əzalarla. O ki, sifət ki var, qəlblə bağlı Allah xofu və səbr. İzə zukirəllah vəcilət qulubuhum. Allah adı gələndə onların qəlbi qorxar. Bir də onlar səbr eləyərlər bütün hadisələr. Bu iki sifət qəlbə, ürəyə bağlı olan sifətlərdir ki, muxbitlərdə, yaxşı, həqiqi tövbəkarlarda bu xüsusiyyətlər, bu sifətlər var. Allah xofu və səbr etmək. Sonraki sifətlər bunlar ibarətdir ki, vəl-muqiminəs-səlah və mimma rəzəqnahum yunfiqun. Namaz qılarlar və onlara verdiyimizdən, ruzilərdən nəfəqə verərlər. Bəli, Allah dualarını qəbul et, mənim köksümü açqınan, öz əmniyyətin xatirinə, ey qorxanlara aman verən, aman bəxş eləyən Allah. Allah dualarımızı qəbul etsin. Allah bizi həqiqi mömin bəndələrindən qərar versin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.